بسم الله الرحمن الرحيم. الحمد لله الذي جعل من عصمة الكتاب عصمة لبيان الكتاب، وهو السنة المطهرة، فقال: وأنزلنا إليك الذكر لتبين للناس ما نزل إليهم ولعلهم يتفكرون. فإنما كان بيان السنة للكتاب وحيا من الله، لا تحرك به لسانك لتعجل به، إن علينا جمعه وقرآنه، فإذا قرأناه فاتبع قرآنه، ثم إن علينا بيانه. والصلاة والسلام على الرحمة المهداة والنعمة المسداة، إمام الأنبياء والمرسلين وخاتمهم، الذي أخرج الله به الناس من الظلمات إلى النور، وأكمل به الدين، وأتم به النعمة، وأقام به الحجة العلمية بالبرهان، والحجة العملية بالقدوة، سيدنا محمد وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين. أما بعد. Səbil-i Rəşad kitabında namaz bölümündən hədisləri oxumağa davam edirik. Bismillahirrahmanirrahim. Həddətənə Süleyman ibn Harb قال حدثنا شعبة عن أبي عون محمد ابن عبيد الله الثقفي قال سمعت جابر ابن سمرة قال عمر لسعد: لقد شكوك في كل شيء حتى الصلاة. قال: أما أنا فأمد في الأوليين وأحذف في الأخريين، ولا آل ما اقتديت به من صلاة رسول الله صلى الله عليه وسلم. قال: صدقت، ذاك الظن بك أو ظني بك. أخرجه الطيالسي والحميدي وابن أبي شيبة وأحمد والبخاري ومسلم وأبو داود والبزار والنسائي وأبو يعلى وابن حبان والطبراني والبيهقي. سليمان بن حرب الأزدي الواشحي البصري قاضي مكة، ثقة إمام حافظ، من 9 مات سنة 24 و100. Güvənilən ravidir. İmam Hafız rütbəsi 9-cu təbəqədəndir. Ölüm tarixi 124-cü il. Şu'bə İbn-i-Həccac İbn-i-Vard Əl-Vasiti Əl-Ataki Əbu Bistam. Yəni Şu'bə məşhurdur. Çox rast gələcək adına inşallah. Böyük hədis alimidir. Allah rəhmət etsin. Əbu Avun Muhammed ibn Ubeydillah Əl-Thaqafi İbn-i Sa'id Əbu Avun Əl-Thaqafi Əl-Kufi Əl-A'bar, Thiqatı minər Rabi'a. 4-cü təbəqədən olan güvənilən bir ravidir. Cabir ibn Samra radiyallahu anhunu eşitdim. Deyir ki, Ömər Sa'd ibn Əbu Vaqqası dedi ki, sənin haqqında hər şeydən şikayət etdilər, hətta namazda belə. Və Sa'd ibn Əbu Vaqqas radiyallahu anhu deyir ki, mənə gəldikdə, yəni mən ilk 2 rükəti uzadıram, son 2 rükəti qısaldıram. Rasulullah sallallahu aleyhi və səlləmin namazını qıldığım müddətcə heç bir qüsura yol vermirəm, deyir. Yəni Rasulullah sallallahu aleyhi və səlləmə tabi olmuşam, o tabi olduğum müddətcə heç bir qüsura yol verməyim ola bilməz, yəni yol vermirəm. Və Ömər ibn Xattab radiyallahu anh deyir ki, doğru dedin, sənin haqqında olan zənn və sənin haqqında olan zənnin budur. Buradan da biz görürük ki, o cür insanlar haqqında belə, yəni namazı düzgün qıla bilmir deyə əsassız şikayətlər edilməsi mümkündür. Allah qorusun müsəlmanları. Bəbul məsəcid, məscidlər babı. Bismillahirrahmanirrahim. Həddətənə Abdul-A'la an Ma'mar an Zuhri an Sa'id ibn al-Musayyib an Abi Hurayra radiyallahu anhu enne Nebiyye sallallahu aleyhi ve sellem قال: لا تشد الرحال إلا إلى 3 مساجد إلى المسجد الحرام ومسجدي هذا والمسجد الأقصى. أخرجه الحميدي وأحمد والبخاري ومسلم وأبو داود وابن ماجة والنسائي. İsnaddaki Abdul-A'la İbn Abdul-A'la El-Basri Es-Sami Ebu Muhammed وكان يغضب إذا قيل له أبو حمام ثقة من الثامنة مات سنة 89 و100. Güvənilən etibarlı ravidir. Ölüm tarixi 189-cu il, 8-ci təbəqədəndir və ona Əbu Hammam deyiləndə o qəzəblənərdi. Yəni o cür sağılmasını istəmirmiş. Ma'mar ibn Raşid Əl-Əzdi Mevlahum Əbu Urvah Əl-Basri Nəzilul Yəmən Fiqatun Tabtun Fadıl
إلا أن في روايته عن ثابت والأعمش وهشام بن عروة شيئا، وكذا فيما حدث به بالبصرة من كبار السابع مات سنة 40 و50 و100. Yani büyük hadis alimlerinden, hadis ravilerindendir. Lakin Thabit, yani Thabit-ül Bunani, A'maş, Süleyman ibn Mihram, Hişam ibn Urba ibn Zübeyir ibn Avvam, onların rivayetlerinde yani onlardan ettiği rivayetlerde problem var. Hamsinin Basralılardan veya da Basra'daki ettiği rivayetlerde de sıkıntı vardır. 7. tabakanın büyüklerindendir. Ölüm tarihi 154. yıl. Zuhri, Muhammed ibn Musa ibn Şahab az-Zuhri, yani tanışmış hakkında. Sa'id ibn Musayyib tabiinin büyüklerindendir. Tabiinin alimlerindendir. Rahmetullahi aleyh. Sa'id ibn Musayyib ibn Hazm ibn Abi Vahb ibn Amr ibn Aid ibn İmran ibn Makhzum el-Quraşi el-Makhzumi Abu Muhammed el-Medeni أحد العلماء الأثبات الفقهاء الكبار من كبار الثانية مات بعد 90. Yani ona kadar danışmak uzun sürer. Allah rahmet etsin. Tabiinin yani en büyük alimlerinden biridir. İkinci tabakanın büyüklerindendir. Ölüm tarihi 90. yıllardan sonra. Abu Hureyre Abdurrahman ibn Sakhr el-Davsi radıyallahu anhu deyir ki Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki 3 məsciddən başqası üçün yolçuluğa, səfərə çıxılmaz. Məscid-ül Harama, mənim məscidim, mənim bu məscidimə, bir də ki, Aqsa məscidinə görə. Yəni, o üçü üçün səfərə yolçuluğa çıxılar, digərləri üçün isə çıxılmaz. Hədisi Hümeydi, Əhməd, Buxari, Muslim, Abu Davud, İbn-i Macə və Nəsai rəvat etmişlərdir. Növbəti hədisimiz, Bismillahirrahmanirrahim. Həddətənə Muhammed ibn Ca'far, həddətənə Şu'bə, an Süleyman. قال سمعت إبراهيم التيمي يحدث عن أبيه عن أبي ذر عن النبي صلى الله عليه وسلم أنه سأله عن أول مسجد وضع للناس قال مسجد الحرام ثم بيت المقدس فسئل كم بينهما قال 40 عاما وحيثما أدركتك الصلاة فصلي فثم مسجد أخرجه الحميدي وأحمد والبخاري ومسلم وابن ماجة والنسائي وابن خزيمة. İsnaddakı yəni ravilərin Muhammed ibn Ca'far Gundar tanıyırıq, Şu'bə həmçinin Süleyman ibn Mihran el-Amaş tanıyırıq, İbrahim el-Teymi ibn Yazid ibn Şərik el-Teymi yukanna Əbə Əsma el-Kufi el-Abid fiqh إلا أنه يرسل ويدلس من الخامسة مات سنة 92 وله 40 سنة. Güvənilən ravidir, lakin irsal və tədlis etmişdir. 5-ci təbəqədəndir. Ölüm tarixi 92-ci il, ölərkən 40 yaşı olub. Atasından danış. Atası Yazid ibn Şərik ibn Tariq el-Teymi el-Kufi fiqh yuqalu lahu innehu adrakal cahiliyyə minəl-thaniyə mətə fi xilafəti Abdülməlik. Onun haqqında deyilmiş ki, cahiliyə dönəmində yetişmişdir. O dönəmləri yəni görmüşdür. 2-ci təbəqədəndir. Abdülməlik ibn Mərvanın xilafət dönəmində ölmüşdür. Güvənilən etibarlı ravidir. Əbu Zər el-Ğifari radiyallahu anhudan rivayət edir. Cündub ibn Cünadə adıdır. Deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem'dən yer üzərində tikilmiş ilk məscid haqqında soruşdular. Dedi ki, Haram məscidi, sonra isə Beytül Maqdis, yəni Qüds məscidi. Soruşuldu ki, o ikisinin arasında nə qədər zaman keçib, yəni nə qədər zamandan sonra bina edilib. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, 40 il. Sonra da deyir ki, harada olursan ol, namaz vaxtı gəldiyi zaman namazını qıl, ora məsciddir. Yəni namaz qılmağa uyğun olan bir yerdir. Yəni Aleyhisselatü Vesselam bəyan eləyir ki, dedi ki, başqa hədislərə inşallah oxuyacağıq. Və cü'ilət liyəl ardı məscidə və tahura. Mənim üçün yer üzü təmiz və namaz qılmağa uyğun olaraq, yəni o cür mənə qılındı, o cür yəni izin verildi. Bu hədisi Hümeydi, Əhməd, Buxari, Muslim, İbn-i Macə, Nəsai və İbn-i Xuzeymə rəvat etmişlərdir. Növbəti hədis, Bismillahirrahmanirrahim. Həddətənə Hüseyn, əxbarənə Səyyar, عن يزيد الفقير عن جابر بن عبد الله قال رسول الله صلى الله عليه وسلم أعطيت 5 لم يعطهن أحد قبلي بعثت إلى الأحمر والأحمر والأسود
وكان النبي إنما يبعث إلى قومه خاصة وبعثت إلى الناس عامة وأحلت لي الغنائم ولم تحل لأحد قبلي ونصرت بالرعب من مسيرة شهر وجعلت لي الأرض طهورا ومسجدا فأيما رجل أدركته الصلاة فليصلي حيث أدركته. أخرجه ابن أبي شيبة وأحمد وعبد بن ابن حميد والدارمي والبخاري ومسلم والنسائي وأبو عوانة وابن حبان والبيهقي. İsnafdaki Hüseyin'i tanıyırıq. Səyyar Əbul-Hakam Əl-Anazi və abuhu yukannə Əbu Səyyəbə Səyyar və yuhub əxu Musabiril Varraq li ümmih tiqatun və leysə huvəl-ləzi yarvi an Tariq ibn Şihab minəs-sadisə mətə sənətə 22 və 100. Güvənilən ravidir, 6-cı təbəqədəndir, ölüm tarixi 122-ci il. Yazid el-Fakir tanıyırıq. Cəbir ibn Abdillah radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurdu, mənə 5 şey verildi ki, məndən qabaq heç kimə verilməmişdir. Mən həm qırmızı, həm də qara, yəni hər bir ümmətə, hər bir xalqa göndərildim. Məndən əvvəlki peyğəmbərlər qövmünə xas olaraq göndərildi. Mən isə insanlara ümumi olaraq göndərildim. Və mənə qənimətlər halal qılındı. Məndən əvvəl heç kimə halal qılınmamışdı. Bir aylıq məsafədən, yəni qorxutmaqla, yəni düşmənlərinin qəbrinə qorxu salınmaqla mənə yardım olundu və yer üzü mənim üçün təmiz və məscid olaraq qılındı. Yəni təmiz və namaz qılmağa uyğun olan bir yer qılındı. Hər hansı bir insana namaz çatdığı zaman, harada namaz çatıbsa, namazı vaxt çatıbsa, orada da namazını qılsın. Hədisi Abu Bakr ibn Abi Şeybə, Ahmad, Abd ibn Humeyd, Darimi, Bukhari, Muslim, Nesai, Abu Avana, İbn Hibban ve Beyhaqi rivayet etmişlerdir. Nöbeti hadis, Bismillahirrahmanirrahim. Haddetena Musaddad, haddetena Yahya, an Ubeydillah, kâle haddeteni Hubeyb ibn Abdurrahman, an Hafs ibn Asim, an Abi Hureyre radiyallahu anhu, anin Nebiyyi sallallahu aleyhi ve sellem kâle, سبعة يظلهم الله تعالى في ظله يوم لا ظل إلا ظله إمام عدل وشاب نشأ في عبادة الله ورجل قلبه معلق في المساجد ورجلان تحابا في الله اجتمعا عليه وتفرقا عليه ورجل دعته امرأة ذات منصب وجمال فقال إني أخاف الله ورجل تصدق بصدقة فأخفاها حتى لا تعلم شماله ما تنفق يمينه ورجل ذكر الله خاليا ففاضت عيناه. أخرجه مالك وأحمد والبخاري ومسلم والترمذي والنسائي وابن خزيمة. Musaddad, Yahya ibn Ma'in, Ubeydillah, yəni digər bunlar tanışmış, tanınan ravilərdir. Hubeyb ibn Abdurrahman, İbn Hubeyb ibn Yasaf el-Ansari, Abul Harith el-Medeni, Zikatun minel-Rabi'a. 4-cü təbəqədə olan güvənilən ravidir. Hafs ibn Asim, İbn Umar ibn Xattab el-Umari, Zikatun minel-Thalitha, güvənilən ravidir, 3-cü təbəqədəndir. Abu Hureyre radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, 7 növ insan vardır ki, Allah Azze ve Celle öz kölgəsindən başqa heç bir kölgə olmayan gündə onları kölgəsi altında tutacaqdır. Bunlardan birincisi İmam-ı Adil, ədalətli imam. İkincisi Allah'a ibadətdə yetişmiş, Allah'a ibadətdə böyümüş gənc, qəlbi məscidlərə bağlı olan insan və Allah üçün bir-birini sevən 2 insan, hansı ki Allah üçün bir araya gəlirlər və Allah üçün bir-birindən ayrılırlar. Yəni görüşənlər ayrılanda Allah üçün görüşüb ayrılırlar. Və mənsəb və gözəllik sahibi olan qadının dəvət etdiyi kişi ki, deyir ki, mən Allahdan qorxuram. Yəni onun dəvətini rədd edir. Və o insan ki, sədaqə verir, onu elə gizlədir ki, hətta sol əli sağ əlinin infaq etdiyini bilmir və təklikdə, gizliyində Allahı zikr edib, gözləri yaşla dolan insan. Yəni bu 7 qism insanı inşallah Allah Azza və Cəllə onun kölgəsindən başqa heç bir kölgə olmayacağı gün öz kölgəsi altında tutacaqdır.
Allah subhanahu taala bizi onlardan etsin. Hadisi Malik, Ahmed, Bukhari, Muslim, Tirmizi, Nesai ve İbn Huzeyme tahric etmişlerdir. Evet, hadisimiz Bismillahirrahmanirrahim. Haddesena Muhammed İbnül Musanna. Kâle haddesena Yahya an Hişam. قال أخبرني أبي عن عائشة أم المؤمنين أن أم حبيبة وأم سلمة ذكرتا كنيسة رأيناها بالحبشة فيها تصاوير فذكرتها للنبي صلى الله عليه وسلم فقال إن أولئك إذا كان فيهم الرجل الصالح فمات بنوا على قبره مسجدا وصوروا فيه تلك الصور فأولئك شرار الخلق عند الله يوم القيامة. İsnaddakı raviləri biz tanıyırıq, haqqında danışmışıq. Deməli, Ayşə radiyallahu anh'a danışır ki, Ümmü Habibə və Ümmü Sələmə radiyallahu anhumə və ardahumə Rasulullah sallallahu aleyhi və səlləmə Həbəşistanda gördükləri kilsə haqqında danışırlar ki, onun içərisində olan şəkillərdən danışırlar. Yəni, onun haqqında xəbər verirlər aleyhissalatu vesselam. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, onlar kəslərdirlər ki, onlarda salih bir insan öldüyü zaman onun qəbri üzərinə məscid tikirlər və orada o şəkilləri tikirlər. Onlar qiyamət günü Allah qatında məxluqatın ən şərliləridir. Hədisi Əhməd, Buxari, Muslim, Nesai və İbn Huzeymə təxric etmişlərdir. Növbəti hədisimiz Bismillahirrahmanirrahim. حدثنا أبو اليمان قال أخبرنا شعيب عن الزهري أخبرني عبيد الله ابن عبد الله ابن عتبة أن عائشة رضي الله عنها وعبد الله ابن عباس قال لما نزل برسول الله صلى الله عليه وسلم طفق يطرح خميصة له على وجهه فإذا اختم بها كشفها عن وجهه فقال وهو كذلك لعنة الله على اليهود والنصارى اتخذوا قبور أنبيائهم مساجدا يحذر ما صنعوا. وفي رواية حدثنا عبد الله بن مسلمة عن مالك عن ابن شهاب عن سعيد بن المسيب عن أبي هريرة أن رسول الله صلى الله عليه وسلم قال قاتل الله اليهود اتخذوا قبور أنبيائهم مساجدا. وأخبرني عبيد الله ابن عبد الله ابن عتبة أن عائشة وعبد الله بن عباس رضي الله عنهما قال لما نزل برسول الله صلى الله عليه وسلم طفق يطرح خميصة له على وجهه فذكروا الحديث. أخرجه أحمد والدارمي والبخاري ومسلم والنسائي وأبو عوانة وابن حبان والبيهقي. Deməli, isnadda olan ravilərin hamısını tanıyırıq. Əbul Yaman, yəni məşhurdur. Şuayb hamısını danışmışıq. Zuhri hamısının, Ubeydullah ibn Abdullah ibn Mutbə hamısının haqqında danışmışıq. Yəni deyir ki, Ayşə və Abdullah ibn Abbas radiyallahu anhümə deyirlər ki, Rasulullah sallallahu aleyhi ve sellemə xəstəlik üz verdiyi zaman üzərinə bir dəsmal, bir örtü örtürdü. O qızdırması ondan azalanda gedəndə üzünü açırdı. Bir dəfə belə açdığı vaxtda dedi ki, Allah Yahudi və Nasranlara lənət etsin. Yahudi və Nasranların üzərinə Allahın lənəti olsun. Onlar Peyğəmbərlərinin qəbirlərini məscidlər etdilər. Onların etdiklərindən çəkindirirdi. Digər bir rivayətdə isə Rasulullah aleyhissalatu vesselam buyurur ki, Allah Yahudiləri öldürsün. Onlar Peyğəmbərlərinin qəbirlərini məscid etdilər. Digər bir rivayətdə isə yenə həmin oxşar mətndə zikr olunur. Hədisi Əhməd, Darimi, Buxari, Muslim, Nesai, Əbu Avana, İbn Hibbən və Beyhaqi rivayət etmişlərdir. Növbəti hədisimiz Bismillahirrahmanirrahim. Haddəthənə Zəkəriyyə ibn Adi qala ənbəənə ibn al-Mübarək عن عبد الرحمن بن يزيد بن جابر قال حدثني بصر ابن عبيد الله عن أبي إدريس عن واصلة ابن الأسقع عن أبي مرثد قال سمعت النبي صلى الله عليه وسلم يقول لا تجلسوا على القبور ولا تصلوا إليها. أخرجه أحمد وعبد بن حميد ومسلم وأبو داود والترمذي والنسائي وابن خزيمة. Hədisin isnadında
yer alan ravilere bakaq. Zekeriya ibn Adi ibn Salt et-Teymi. Sikatun celilun yahfaz, yani büyük, yani değeri olan, büyük, gelir kıymeti olan bir ravidir, hadis alimidir. Onun sebekenin büyüklerindendir. 111 ve 112. yılda ölmüştür. İbn-i Mübarek, Abdullah ibn Mübarek el-Mervazi, Mevla Beni Handalata, sikatun sabtun fakihun alimun cevadun mücahid. جمعت فيه خصال الخير من الثامنة مات سنة 81 و100. Abdullah ibn Mübarek yani takdime ihtiyacı olmayan büyük bir şahsiyettir. Yani hadiste büyük müstesna yeri olan bir alimdir. Onun tercüme halinde kısa cümleler var. Onları okumayı yani istedim. مات منصرفا من الغزو سنة 81 و100 وله 63 سنة. ولد سنة 18 و100 وطلب العلم وروى رواية كثيرة وصنف كتبا كثيرة في أبواب العلم وصنفوه وحملها عنه قوم وكتبها الناس عنهم. وقال الشعر في الزهد والحث على الجهاد. وقدم العراق والحجاز والشام ومصر واليمن وسمع علما كثيرا وكان ثقة مأمونا إماما حجة كثير الحديث. Yani ölüm tarihi 181. yıldı. Ölende 63 yaşı var idi. Dövüşten qayıdarkən ölmüştür. Yani büyük bir ilim toplamıştır. Ondan çok büyük bir ilim nəql olunmuştur. Şeirler yazmıştır. Zuhd hakkında, cihat hakkında. İrak, Hicaz, Şam, Mısır, Yemen onlar dolaşmıştır. Ve çoxlu ilim eşitmiştir ve ondan çoxlu ilim yazılmıştır. Ve hadis rivayetinde de yani sikatun ma'munun imamun hüccetun kesirul hadis rütbesi yani büyüktür. Abdurrahman ibn Yazid ibn Cabir el-Azdi Ebu Utbete Şamiyyü Darani Sika min es-Sabi'a mâte senete 53 ve 100. Yani bu da Civanlar hadis rabisidir. 7. tabakadandır. Ölüm tarihi 153. yıl. Busr ibn Ubeydillah el-Hadrami el-Şami. Fikatun hafız. Minel Rabi'a. 4. tabakada olan fika ve hafız olan birisidir. Ebu İdris Aidullah ibn Abdullah Ebu İdris el-Havlani. ولد في حياة النبي صلى الله عليه وسلم يوم حنين وسمع من كبار الصحابة ومات سنة 80. Resulullah sallallahu aleyhi ve sellem hayattayken Huneyn gününde dünyaya gelmiştir ve sahabanın büyüklerinden hadis işitmiştir. Ölüm tarihi 80. yıldır. Bu tip insanlara muhadram değiller. Yani Resulullah sallallahu aleyhi ve sellem'in döneminde yaşamış, lakin onu görmemiş ve iman etmiş insanlara muhadram değiller. Yani sahabadan farklıdırlar onlar. Deyir ki Resulullah sallallahu aleyhi ve sellem'e eşittim ki deyir ki məscidlərə, qəbirlərə doğru, qəbirlərin üzərində oturmayın və onlara doğru namaz qılmayın. Yəni qəbirlərin üzərində oturmayın və onlara üst tutaraq namaz qılmayın. Hadisi Əhməd, Abd ibn Humeyd, Muslim, Ebu Davud, Tirmizi, Nesai ibn Xüzeymə rivayet etmişlərdir. Növbəti hadisimiz حدثنا مسدد قال حدثنا يحيى عن عبيد الله ابن عمر قال أخبرني نافع عن ابن عمر عن النبي صلى الله عليه وسلم قال اجعلوا في بيوتكم من صلاتكم ولا تتخذوها قبورا. Hadis-i sənədi məğruf haqqında danışmışıq hamısının. Deyir ki Resulullah sallallahu aleyhi ve sellem namazlarınızdan evdə də qılın. Yəni namazlarını bəzisini, namazlarınızdan evdə də pay ayırın, belə deyək. Və evlərinizi qəbir etməyin. Yəni evin içində namaz qılınmayan ev qəbir sayılır və Resulullah Aleyhisselatü Vesselam'ın sözündən zaten bu mana çıxır. Hadisi İbn Əbi Şeybə, Əhməd, Buxari, Muslim, Ebu Davud, İbn Macə, Tirmizi, Bəzzar, Nesai, Ebu Avana, İbn Xuzeylə və Beyhaqi rivayet etmişlərdir. Növbəti hadisimiz Bismillahirrahmanirrahim. Haddesena Ali ibn Abdullah qala haddesena Yazid ibn Harun qala akhbarana Muhammed ibn Mutarrif عن زيد بن أسلم عن عطاء بن يسار عن أبي هريرة عن النبي صلى الله عليه وسلم قال من غدا إلى المسجد وراح
أعد الله له نزله من الجنة كلما غدا أو راح. أخرجه أحمد والبخاري ومسلم وابن خزيمة. İsnaddaki raviləri tanıyırıq. Muhammed ibn Mutarrif ibn Davud el-Leythi, Ebu Ghassan el-Medeni, نزيل عسقلان ثقة من السابعة مات سنة 61 و100. Güvənilən hədis ravisidir, 7-ci təbəqədəndir, ölüm tarixi 161-ci il. Zeyd ibn Əsləm tanıyırıq, böyük alimlərdəndir. Ata ibn Yasar həmçinin. Əbu Hüreyrə deyir ki, Rasulullah sallallahu aleyhi və sələm dedi ki, kim məscidə gedər və qayıdarsa, yəni məscidə gedib qayıdarsa, məscidə yəni davamlı gedər, yaxud da ki, məscidə gedər, namaz qılar, ibadət edir və yenə geri qayıdarsa, yəni gedib qayıtmaq deyə tərcümə edə bilərik bunları. Allah Azza və Cəllə onun üçün yəni bir məkan hazırlayar cənnətdə. Yəni nə qədər ki gedib qayıdırsa, hər dəfə onun üçün bir məkan, bir yer hazırlayar cənnətdə. Hədisi Əhməd, Buxari, Müslim və İbn Xuzeyma rivayət etmişlərdir. Növbəti hədisimiz حدثنا علي بن عبد الله حدثنا سفيان حدثنا الزهري عن سالم عن أبيه عن النبي صلى الله عليه وسلم إذا استأذنت امرأة أحدكم إلى المسجد فلا يمنعها. أخرجه الحميدي وابن أبي شيبة وأحمد والدارمي والبخاري ومسلم وابن ماجة والبزار والنسائي وابن خزيمة والبيهقي. Hadisin isnadını tanıyırıq. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, sizlərin hər hansı birinizin zövcəsi, qadını məscidə getmək üçün izin istəsə, ona mane olmayın, ona əngəl olmayın. Hədisi Hümeydi, İbn Əbi Şeybə, Əhməd, Darimi, Buxari, Muslim, İbn Macə, Bəzzar, Nəsai, İbn Xuzeymə və Beyhaqi rivayət etmişlərdir. Növbəti hədisimiz Bismillahirrahmanirrahim. Həddətənə Abdullah İbn Yusuf qal əxbarana Malik an Nafi' an Abdullah İbn Ömər أن رسول الله صلى الله عليه وسلم رأى بصاقا في جدار القبلة فحكه ثم أقبل على الناس فقال إذا كان أحدكم يصلي فلا يبصق قبل وجهه فإن الله قبل وجهه إذا صلى. وفي رواية أن النبي صلى الله عليه وسلم رأى نخامة في قبلة المسجد فقام فحكها أو قال فحتها بيده ثم أقبل على الناس فتغيظ عليهم وقال إن الله عز وجل قبل وجه أحدكم في صلاته فلا يتنخمن أحد منكم قبل وجهه في صلاته. أخرجه مالك وابن أبي شيبة والدارمي والبخاري ومسلم وأبو داود وابن ماجة والبزار والنسائي وأبو عوانة وابن خزيمة والبيهقي. Hədisin isnadı məruf, yəni qızıl isnad deyə bilərik bunlara, yəni məşhur, məruf isnaddır. Hamısı sahih ravilərdən ibarət olan. Rasulullah sallallahu aleyhi və səlləm qibləyə doğru divarda tüpürcək deyək də, yəni tüpürcək gördü və onu deyir sildi və yaxud da oradan götürdü və dedi ki, hər hansı biriniz namaz qıldığı zaman üzü istiqamətində, yəni qarşı tərəfinə, qarşısına tüpürməsin. Həqiqətən Allah namaz qıldığı zaman, o insan namaz qıldığı zaman Allah onun yəni qarşı tərəfindədir, ön tərəfindədir. Digər bir rivayətdə isə yenə divarda gözəş görür və qalxır, əli ilə onu təmizləyir, oradan götürür. Sonra insanlara doğru çevrilir və qəzəblənir onlara və deyir ki, həqiqətən hər hansı biriniz namaz qıldığı zaman Allah Azza və Cəllə onun qarşı tərəfindədir. Sizdən hər hansı biriniz əsla namaz qıldığı zaman ön tərəfinə tüpürməsin. Bu barədə digər rivayətlər də var. Orada da Peyğəmbər sallallahu əleyhi və səlləm yəni misallar verərək qadağan edir bunları. Hədisi Malik, İbn Əbi Şeybə, Əhməd, Darimi, Buxari, Müslim, Əbu Davud, İbn Macə, Bəzzar, Nəsai, Əbu Avana, İbn Xuzeymə, Beyhaqi rivayət etmişlərdir. Və axir da'vana enelhamdülillahi rabbil alamin.